Salam uşaqlar, bugünkü dərsimiz 11-12-ci əsr Azərbaycan mədəniyyəti haqqında olacaq. Ərəb xilafətinin tərkibinə daxil olan xalqların mədəniyyətinin qarşılıqlı təsiri nəticəsində müsəlman intibahı dövründə Azərbaycan xalqının qiymətli töhfələri olmuşdur. 11 və 12-ci əsr Azərbaycan mədəniyyətinin yüksəlişi baş vermişdir. İntibah dövrünün ən böyük nailiyyətlərindən biri də türk dilinin yazılı ədəbiyyatda və dövlət idarəsində rəsmi dil kimi istifadə edilməsi idi. 9-cu əsrin ortalarından başlayan Azərbaycan mədəniyyətinin inkişafı 12-ci əsrdə zirvəyə çatmış və 11-12-ci əsr Azərbaycan intibahı dövrü adını almışdır. Torpaqdan istifadənin yeni üsulların meydana gəlməsi, sənətkarlıq, ticarətin inkişafı iqtisadi dirçəlişi sürətləndirdi. Ölkədə əhəmiyyəti artan Gəncə, Şamaxı, Təbriz, Şabran, Naxçıvan, Dərbənd şəhərləri şərqin sənətkarlıq, ticarət və mədəniyyət mərkəzinə çevrildi. Bu şəhərlərdə ali təhsil verən çoxlu mədrəsələr də var idi. Azərbaycan intibah dövrünün görkəmli elm və mədəniyyət xadimləri var idi. Məsələn, Məkkəyi Əlbərdəyi görkəmli alim idi və İbn Sinanın Məkkəyi Əlbərdəyi görkəmli alim idi. Bəhmənyer ibn Mərzban filosof idi və İbn Sinanın şagirdi olmuşdur. Şərq və qədim Yunan filosofları əsərlərini dərindən öyrənmiş, fəlsəfə elminin inkişafına böyük töhfə vermişdi. İbn Sina Bəhmənyer haqqında bunu deyirdi. O mənə oğuldan artıq yaxındır. Mən ona təlim və tərbiyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam demişdi. Daha sonra Xətib Təbrizdən danışaq. Suriyada təhsil almış, daha sonra Şərqin ilk ali məktəbi hesab edilən Bağdaddakı Nizamiye mədrəsəsində 40 il dərs demişdi. İslam dünyasında ədəbiyyatşünaslıq və dilçilik sahəsində müxtəlif əsərlər yazmış və görkəmli alimlərdən idi. Ömər Gəncəvi filosof, şair, dilçi alim idi. Nizamiye mədrəsəsində təhsil almışdır. Fəzil Fəridəddin Şirvani 12-ci əsr görkəmli astronom idi. Ömrünün 30 ilini astronomiya həsr etmiş və bir neçə qiymətli ulduz cədvəli tərtib etmişdir. Qətəran Təbrizli şair, dilçi alim idi. Əsərləri 11-ci əsrin mənbəyi kimi dəyərlidir. Hətta biz deyəcəyik ki, Qətəran Təbrizi ikinci ləşkərini Arranşahda adlandırmışdır, Şəddad hökmdarını. Eynəl Qüzət Milyanəti filosof idi. Dini görüşlərine görə 32 yaşında ruhanilər tərəfindən edam etdirilmişdi, yəni öldürülmüşdü. Məhsəti Gəncəvi görkəmli şair, gözəl rübai müəllifi idi. Əfsərəddin Xəqani Şirvani Azərbaycan ədəbiyyatında ilk poema müəllifi idi. Nizami Gəncəvi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının ən görkəmli və ən yüksək zirvəsinə çatdığı dövr təmsil edən şəxs olub. Xəmsənin müəllifidir. Şərq və Dünya poeziyasının inkişafının güclü təsir göstərmişdir. Məsud Davudoğlu Qız Qalası memarı olmuşdur. Əcəmi Əbubəkiroğlu Naxçıvanda Eldənizlər sarayında və digər memarlıq abidələri inşa etmişdir. Mühəndislər Şeyxi ləqəbini qazanmışdır və Naxçıvan memarlıq məktəbinin əsasını qoymuş. Sənəti şərq memarlığının güclü təsir göstərmişdir. Burada İbn Sina haqqında qısaca məlumat var. Bunu özünüz saxlayıb oxuyarsınız. Mən keçim o birisinə şəhər salma, yəni müsəlman intibahı dövründə Azərbaycanda şəhər salma və memarlıq haqqında məlumat verməyə. 12-ci əsr Naxçıvan memarlıq üslubunda inşa edilmiş abidələr var burada. Məsələn, Marağada Göy günbəz, Urmiyədə Üç günbəz və Culfada Sərdabələr. Əraziləri birazdan sadalayaram sizə şəhərləri. Xəritədə əsasən burada olan abidələri sayaq. 13-cü əsrdə inşa olunmuş müdafiə tikililəri var. Bakıda Qız qalası, Bakıda Mərdəkan qalası, Ağsu sahilindəki Buqurt qalası və Şamaxıda Gülüstan qalası. Bunlar 12-ci əsrdə müdafiə tikililəri idi. Sonra 11-12-ci əsrdə inşa edilmiş məscid və məqbərə komplekslərinə baxaq. Bakıda Sınıq qala 1078 və 1079-cu ildə, Ərdəbildə Göy məscid, Ərdəbildə Cümə məscidi 11-ci əsrə aiddir. Marağada Göy günbəz türbəsi var və Culfada Əlincə çay xanəngahı misal göstərmək olar. Bir də burada qısa məlumat verilib. Bakı şəhər rəisi Məhəmmədin əmri ilə tikilmiş Sınıq qala məscidi və klassik memarlıq nümunəsi olan Ərdəbildəki Cümə məscidi dövrümüzə qədər gəlib çatmışdır hətta. Daha sonra 12-ci əsrdə Memar Əcəminin Naxçıvandan şəkilləndirdiyi memarlıq abidələrinə baxaq. Yusuf ibn Küseyir türbəsi, Möminə Xatun türbəsi, Qoşa minarə, Cümə məscidi və Darülmülk Eldənizlər sarayını buna misal göstərmək olar. Bu dövr Azərbaycan memarlığının ən parlaq nümunələrini yaratmış və şəhərlərin infrastrukturunu və mədəni irsini zənginləşdirmişdir. İndi belə deyək, memarlıq abidələrinin olduğu ərazimiz Bakı şəhəri idi. Daha sonra
biz Ərdəbili misal göstərə bilərik. Daha sonra Marağa, Urmiya, Naxçıvan ərazisi ümumiyyətlə, daha sonra biz haranı misal göstərə bilərik. Daha sonra Bakı var burada. Sonra məsələn Şamaxı, Ağsu və bu istiqamətləri göstərə bilərik. Yəni 12-11-ci əsrdə daha çox bu ərazilərdə mədəni abidələr, mədəni nümunələr olmuşdur. Dərsimiz bu qədər idi. Ümidvaram sizin üçün faydalı olar və faydalanarsınız. Oldu, sizə uğurlar.